İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə hücumlarından sonra zənginləşdirilmiş uranın demək olar ki, hamısı ölkədə qalıb. Tehran atom enerjisi üzrə beynəlxalq agentliyi ilə əməkdaşlığını genişləndirməli və agentliyin müfəttişlərini bütün nüvə obyektlərinə buraxmalıdır. Bu açıqlamanı agentliyin baş direktoru Rafael Grossi Financial Times qəzetinə müsahibəsində deyib. Atom enerjisi üzrə beynəlxalq agentliyin baş direktoru Rafael Grossi bildirib ki, Amerika Birləşmiş Ştatlarının 22 iyun gecəsi İranın 3 əsas nüvə obyektinə indirdiyi zərbələr ölkənin nüvə hədəflərinə çox böyük zərər vurub. Lakin agentliyin hesablamalarına görə Tehranın ötən müddət ərzində əldə etdiyi zənginləşdirilmiş uranın hamısı olmasa da, əksəriyyəti, təxminən 60%-ə qədəri hələ də oradadır. O əlavə edib ki, bu cür yüksək dərəcədə zənginləşdirilmiş materialın mövcudluğunun özü narahatlıq doğurur. Biz əməkdaşlığı yenidən qurmağa çalışırıq və İranda yoxlamalar keçiririk. Biz tədricən buna doğru gedirik. Lakin hücumlara məruz qalan obyektlərdə təftiş keçirmirik, deyən Grossinin sözlərinə görə İranla İsrail arasında hərbi əməliyyatların başa çatdığı andan agentlik ölkənin nüvə mərkəzlərində yoxlamalar keçirir. Lakin ən vacibləri olan Fordo, Natanz və İsfahandakı obyektlərə hələ də giriş əldə edə bilməyib. Qeyd edək ki, Rafael Grossi sentyabrda verdiyi bəyanatda bildirmişdi ki, atom enerjisi üzrə beynəlxalq agentlik İranın uranın zənginləşdirilməsini artırdığına dair birbaşa dəlil tapmayıb. Lakin Tehranın bunu etmək imkanı var. Rövşən Əliyev, Space xəbər.